Təbrizi xoş gördük. Hazırda tədris prosesi davam edir. Vaxt ayırıb bugünkü tədbirimizdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hörmətli həmkarlar, bugün hazırda çox əhəmiyyətli bir məsələ olan süni intellekt barəsində biz bugünkü tədbirimizi təşkil edirik. Belə ki, son dövrlərdə süni intellektdən istifadənin genişləməsi, süni intellektin eyni zamanda tədqiqat sahəsində də aparıcı rol oynamasını gündəmə gətirir. Belə ki, artıq məlumatlar bazası genişləndikcə və süni intellekt bu prosesdə özü üçün yeni məhsullar istehsal etməsi baxımından tədqiqatlarda da bu məhsullardan istifadənin əhəmiyyəti gündəmə gəlir. Ona görə də müasir dünyada artıq süni intellektdən istifadə etməklə süni intellektin gedə biləcəyi, əldə edə biləcəyi bazalara daha qısa yoldan əlçatanlığı təmin edərək tədqiqatlara yönəlilir və bu baxımdan bütün dünyada süni intellekt platformaları əhəmiyyət qazanır. Və bu, qeyd etdiyim kimi, tədqiqat sahəsində də artıq inteqrasiya olunmuş formada irəliləyir və tədqiqatçılar xüsusən də günümüzdə ən geniş platforma kimi qəbul olunan ChatGPT, OpenAI bazasından istifadə etməklə öz tədqiqatlarını zənginləşdirirlər. Və əlbəttə ki, bu zənginləşmə ilə bərabər müxtəlif məsələlər də gündəmə gəlir, hansı ki, plagiat, digər kimi məsələlər və bu da paralel olaraq, belə deyək, tədqiqatların inkişaf etməsi ilə bərabər paralel olaraq müəyyən çətinlikləri özü ilə bərabərində gətirir. Məhz bu kimi irəliləyişlərlə bağlı dünyada müxtəlif tədqiqatlar həyata keçirilir. Sadəcə süni intellektdən istifadə etməklə tədqiqatın həyata keçirilməsi deyil, bütövlükdə bu prosesin özü ilə bağlı tədqiqatlar həyata keçirilir. Ölkəmizdə də bu sahədə tədqiqatlar həyata keçirilir. Belə ki, təhsil texnologiyalarından istifadə etməklə ki, bunun bir tərkib hissəsi kimi də süni intellektdən istifadə etməklə tədqiqatların aparılması, bunun üstünlükləri, çatışmayan tərəfləri, hansı ehtimal olunan negativ tərəfləri ilə bağlı tədqiqatlar aparılır və bu istiqamətdə ölkəmizdə bu sahədə tədqiqat aparan alimlərdən, belə deyək, ən bəlkə də çox tanınanlardan biri tanınmış təhsil eksperti İlham müəllimdir, Dosent İlham müəllim. İlham müəllim bugün UNEC-də məhz bu istiqamətdə, xüsusən də təhsil tədqiqatlarında, bütövlükdə tədqiqatlarda süni intellektin rolu ilə bağlı bizə məruzə təqdim edəcəkdir. İcazənizlə mən sözü İlham müəllimə verirəm. İlham müəllim, bir daha təşəkkür edirəm. Bugünkü görüşü təşəbbüskarı və iştirakçısı olduğunuz üçün buyurun, söz sizdədir. Salam əziz həmkarlar. Gövhər müəllim, sağ olun dəvətə və şərait yaratdığınıza görə. İqtisad Universiteti Azərbaycanın ən öndə gedən universitetlərindən biridir. Dünya universitetlərinin reyting cədvəllərində il daha yüksək pillələrə yüksəlir. Ona görə belə bir universitetdə, belə bir kollektivin qarşısında çıxış eləmək bizim üçün də maraqlıdır, şərəfdir. Sizə işinizdə uğurlar arzu edirəm və qarşıdan gələn bayramlar münasibətilə hamınızı təbrik edirəm. Biz Gövhər müəllimlə bu məsələ ilə bağlı müzakirə edəndə bizim mövzumuz, təqdim edəcəyi mövzu, deməli, elmi tədqiqat işlərində süni intellektdən ekspert qismində istifadə. Belə bir mövzuydu. Və müzakirə elədik ki, biraz mövzunu bəlkə genişləndirək, ümumiyyətlə, elmi tədqiqat işlərində süni intellektdən istifadə. Sonra mən biraz da düşündüm və gördüm ki, əgər biz biraz genişləndiriksə, onda tam oblastı götürək. Bildiyiniz kimi bu yaxında ilin əvvəlində ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda rəqəmsal transformasiya konsepsiyası təsdiq olunubdur. 25 səhifəlik sənəddir.
və orada Azərbaycanın gələcəkdə rəqəmsal transformasiya istiqamətində görməli olduğu məsələlər qeyd olunubdur və onların bir hissəsi də elm və təhsillə əlaqəlidir. Yəqin ki, gələcəkdə nazirlik, agentliklər və universitetlər bu istiqamətdə nələrsə eləyəcəklər. Amma sizin də bildiyiniz kimi biz bu sahədə çox geridəyik. Məsələn, müqayisə üçün deyim ki, Rusiya Federasiyası elm və təhsildə rəqəmsal transformasiyaya aid strategiya 5 il əvvəl qəbul edib 280 səhifəlik bir sənəddir. Bizdə isə ölkə səviyyəsində bu sənəd cəmi 25 səhifədir. Nazirlik də hazırlasa 5-6 səhifəlik bir şey olacaq. Ona görə bunu universitetlər özləri, xüsusən də paybəq hüquqi şəxs olandan sonra suda boğulan xilası öz əlindədir. Özləri fikirləşməlidir, çıxış yolu tapmalıdır. Çünki bu dünyada gedən qlobal rəqabət elədir ki, universitetlərə də bu sirayət eləyir. Bizim universitetlərdə bilirsiniz, xaricdən tələbələr çox azdır və universitetlərin pul qazanmaq üçün ən mühüm yollardan biri budur. Və bu rəqabətə davamlı olmaq üçün universitet həm təhsil sahəsində, həm tədqiqat sahəsində rəqəmsal transformasiyadan keçməlidir. Ölkə özü də keçməlidir. Rəqəmsal transformasiya olmayan ölkənin iqtisadiyyatı da ola bilməz, müdafiə qüdrəti də ola bilməz, təhlükəsizliyi də ola bilməz. Ona görə milli təhlükəsizlik konsepsiyasında elm, təhsil, informasiya texnologiyaları ən öncül milli təhlükəsizlik məsələsi kimi qeyd olunur. Ona görə biz bu məsələlərə biraz qlobal rakursda baxmaq istədik. Ona görə həm də nəzərə aldıqca burada müxtəlif ixtisaslı insanlar əlləşəcəklər. Ona görə müəyyən bir terminlərin də izahını vermək, rəqəmsal transformasiya nədir, təhsildə bu nədir, elmdə nədir, sonra süni intellektin funksiyası nədir və bu sahə çox sürətlə inkişaf edir. Təsəvvür edin, hər gün yenilik var. Bax, bu gün səhər yekun olaraq təqdimatı hazırladım, səhər durdum, yenə bir baxanda, bir internetə dim əvvəl baxım. Gördüm, yeni süni intellekt növü yaranıbdır və bir dənə də məqalə çıxdı. Bu gün mənim danışacağım mövzular, müəyyən əlavələr yenə eləməli oldum. Yəni, çox sürətlə inkişaf edir və biz burada çox geridəyik. Belə, onsuz da süni intellektə qədər də bizim geriliyimiz var idi, amma süni intellekt çox bir sürətləndirici bir texnologiyadır. Və o texnologiya irəlidə olanları daha da sürətlə irəli aparır. Geridə qalanlar isə irəlidə sürətlə gedənlərlə onların arasında fərq daha da böyüyür. Ona görə də hər bir tədqiqat aparan insan, hər bir müəllim, hər bir universitet özü fərdi qaydada nazirlikdən, yəni digər qurumlardan hansısa bir direktiv sənədləri gözləmədən, çünki siz universitetinizdə mən bilirəm 20 ildən çoxdur distant təhsillə bağlı təşəbbüslər var, Əli Abbasovun vaxtında. O vaxt burada Azərbaycanda distant təhsillər ilk konfransı 2002-ci illərdə səhv eləmirəmsə keçirdilər distant təhsillər. Mən iştirak edirdim orada, bölmə iclasında 2 dənə məruzə elədim. O elə Azərbaycanda distant təhsilə aid ilk və sonuncu konferans oldu. Təəssüf olsun ki, yəni distant təhsildə rəqəmsal transformasiyanın fundamentidir. Distant təhsil olmayan ölkədə təhsil ola bilməz. Həmişə deyirlər, distant təhsil təhsilin gələcəyidir. Çünki rəqəmsal transformasiya böyük verilənlərlə işləyir. Böyük verilənlər universitetlərdə elə böyük verilənlər bazası yoxdur. Amma distant təhsil tam elektronlaşdığına görə hər bir tələbə haqqında, hər bir fən haqqında, hər bir kafedra haqqında və onların inkişaf trayektoriyası haqqında illər ərzində bütün məlumat orada olduğuna görə o iri həcmli məlumatları emal eləmək, işləmək, inkişaf tendensiyalarını, problemləri və s. bu məsələləri həll etmək daha asandır. Ona görə yəni geriliyimiz çoxdur və bayaq söylədiyim kimi də digər ölkələrdə sürətli gedir. Məsələn, bu yaxında Qazaxıstanın nümayəndə heyəti olmuşdu Azərbaycanda, Qazaxıstan universitetlərinin. Deməli, burada sərgisi olmuşdu. 20 Qazax universiteti iştirak edirdi orada. Məsələn, Qazaxıstan universitetləri MDB məkanında ən öndə gedən universitetlərdəndir. Müharibəyə qədər 2022-ci ilə qədər deməli Ukraynanın, Rusiyanın, Belarusiyanın və Qazaxıstan universitetləri öndə idi. Müharibədən sonra o müharibə ilə tərəflər təhsilə elmə kifayət qədər maliyyə ayıra bilmədilər, gerilənmə oldu.
Amma Qazaxstanda yaxşıdır vəziyyət və biz məsələn onlarla müqayisə edəndə öz geriliyimizi görürük. Bizə də Avropa ilə ya Amerika universitetləri ilə müqayisəyə ehtiyac yoxdur. Məsələn, top universitetlərin siyasətində Qazaxıstan 35 universiteti var. Qazaxıstan Təhsil Nazirliyi hər il universitetlərə minlərlə qrant verir. Hər universitet özü universitet daxili müəllimlərə qrantlar verirlər. Və inkişafın da lokomotivi budur. Maliyyə olmasa heç bir inkişaf ola bilməz. Bu o demək deyil ki, bizim alimlər kimlərdənsə zəifdir. Sadəcə bizim alimləri kifayət qədər stimul olmayıb, motiv olmayıb, az əmək haqqı əlavə hardasa işləməli olubdur. Yeniliklərlə məşğul olmağa vaxtı olmayıbdır, yeniliklərlə məşğul olanların da kifayət qədər dəyəri, qiyməti olmayıbdır. Ona görə 20 ilin, 25 ilin ərzində belə indiki bir vəziyyət gəlib yaranır. Bir dəqiqə zəhmət olmasa. Deməli, haqqında danışdığım konsepsiya, deməli, həmən konsepsiyanın məqsədi və prioritetləri qeyd olunubdur. Və deməli, konsepsiya dövlət idarəçiliyinin və iqtisadi inkişafın keyfiyyətinin artırılmasına yönəlmiş İKT infrastrukturunun yaradılması və rəqəmsal transformasiyanın inkişafını nəzərdə tutur. Orada prioritetlər dövlət idarəçiliyi keyfiyyətinin artırılması, biznes proseslərdə rəqəmsal transformasiyanın tətbiqi, startup və innovativ ekosistemin dəstəklənməsi, kiber təhlükəsizlik və məlumatların qorunması, rəqəmsal iqtisadiyyat və idarəetmə modellərinin üstünlüyü, kiber təhlükəsizlik və süni intellektin tətbiqinə üstünlük verilməsi, rəqəmsal savadlılıq proqramları və startup ekosisteminin gücləndirilməsi, davamlı texnologiyaların tətbiqi. Burada bu startuplardan danışanda yeri gəlmişən bir şeydir. Məsələn, bugünə qədər bizim universitetlərin nəzdində hələ də bir normal texnopark yoxdur. Məsələn, mən 2011-ci ildə Qazaxstanda olmuşdum, bir universitetə dəvət eləmişdilər, dəvətli professor qismində, orada bir neçə gün mühazirə oxudum. Bu əyalət universiteti idi, Pavlodar Dövlət Universiteti. Həmən universitet 2011-ci ildə onun texnoparkı var idi. İldə 2 milyon, 3 milyon dollar o texnopark pul qazanırdı. Yəni, bax, bu işlərdə biz 15 il, yəni biz hələ bir gün texnopark yaratsa, o demək deyil ki, sabah pul qazanacaq. Çünki texnoparkı yaratmaqla, orada bu risk asmaqla deyil, yəni iş görülməlidir. O işin özünə də tələbat olmalıdır, onu görə bilən insanlar olmalıdır, onun bazarı olmalıdır. Yəni, belə problemlərimiz var. İKT sektorunun ümumdaxili məhsulda payının artırılması, texnoloji tətbiqlərin genişləndirilməsi, rəqəmsallaşma proseslərinin optimallaşdırılması, pilot layihələr əsasında rəqəmsal xidmətin təşkili, insan resursunun inkişafı, dövlət-vətəndaş münasibətlərinin yaxşılaşması. Bax, bu qeyd elədiyim məsələlər həmən Azərbaycan rəqəmsal transformasiya konsepsiyasının prioritet istiqamətləridir. Və buradan da göründüyü kimi, burada demək olar ki, bütün nazirliklərin öz fəaliyyəti var, görməli işləri var. İndi zaman göstərəcək nə dərəcədə bunlar işləyəcəklər və nə dərəcədə bu işlər maliyyələşəcəkdir. Yəni, burada maliyyələşmənin böyük əhəmiyyəti var. İndi biraz maliyyə problemləri olduğuna görə çox da bunun yüksək səviyyədə maliyyələşəcəyinə məndə ümid azdır. Rəqəmsallaşma nədir? Rəqəmsallaşdırma mövcud informasiyaların və informasiya proseslərinin rəqəmsal formata çevrilməsidir. Bu məlumatların fiziki və ya analoq formatdan rəqəmsal formata, məsələn, kağız sənədinin skan edilməsi formasında ola bilər. Məsələn, kağız sənədlərin skan edilməsi, fiziki arxivlərin rəqəmsal bazaya çevrilməsi, əlyazma və digər qeydlərin rəqəmsal versiyaların yaradılması, bunlar hamısı rəqəmsallaşmadır. Məsələn, arxivlərin rəqəmsallaşması, fakültələrdə də müəyyən sənədlər olur, onların hamısını skan edib saxlayırsınız bazada, bunlar rəqəmsallaşmadır. Məsələn, rəqəmsal transformasiya nədir? Rəqəmsal transformasiya daha geniş anlayışdır. Bu, deməli, rəqəmsal texnologiyalarla bütün proseslərin yenidən qurulmasıdır. Rəqəmsal transformasiya prosesi yalnız məlumatların rəqəmsal formata
çevrilməsi deyil, həm də rəqəmsal texnologiyaların idarəetmə proseslərinin bütün sahələrinə inteqrasiyasını nəzərdə tutur. Rəqəmsal transformasiya şirkətin iş proseslərini tamamilə rəqəmsal platformalar üzərindən idarə edilməsi, müştəri xidmətinin avtomatlaşdırılması, süni intellekt və bulut texnologiyalarının iş fəaliyyətinə daxil edilməsidir. İndi burada şirkət deyəndə onsuz da bilirsiniz ki, artıq 30 ilə yaxındır Avropada universitetlərin idarə edilməsi, şirkətlərin idarə edilməsi modelində gedir. Keyfiyyətin təminatı da, KPI parametrlərin olması da, rəqəmsallaşma da, idarəetmənin avtomatlaşdırılması da, rəqəmsallaşması da, yəni eyni prinsiplərləndir. Bu mənada demək, burada deyilənlərin bir çoxsu eyni ilə universitetlərə də aid, amma təhsil haqqında biz ayrıca danışacağıq birazdan. Az vaxtdan sonra təhsil haqqında rəqəmsal transformasiya növbəti slaydlarda var. Rəqəmsallaşdırma və rəqəmsal transformasiya arasında fərq. Rəqəmsallaşdırma əsasən məlumatların və proseslərin rəqəmsal formata çevrilməsidir. Rəqəmsal transformasiya təşkilatın konkret sahənin rəqəmsal texnologiyalarla kardinal şəkildə dəyişdirilməsi və inkişafıdır. Rəqəmsallaşdırma sadədir. O, bir prosesin rəqəmsallaşmasını tələb edir. Rəqəmsal transformasiya isə strateji və obyektiv baxımdan operativ olmalıdır, geniş dəyişikliklərə ehtiyac yaradır. Ən əsası isə rəqəmsal transformasiya düşüncə tərzinin, idarəetmə tərzinin dəyişməsini tələb edir. Yəni artıq süni intellektin bu proseslərdə iştirakı, insanın rolunun azalması və insanın fəaliyyətinin başqa istiqamətlər alması insanın düşüncə tərzini hökmən dəyişməlidir. İnsan öz fəaliyyətinə bir daha baxmalıdır. İndiyəki mənim fəaliyyətim belə idi, bundan sonra mənim fəaliyyətin bir hissəsini texnologiya görəcək, mən nə etməliyəm? Mən texnologiyanın imkanlarından istifadə edərək öz səmərəliyimi nə tərəf artırmalıyam? Rəqəmsal transformasiya qlobal prosesdir. Bu proseslərdən kənarda qalan ölkələr təbii ki, inkişaf edə bilməz, rəqabətə davamlı ola bilməz. Rəqəmsal transformasiya prosesində əsas amil insan kapitalıdır. Ümumiyyətlə, istənilən prosesdə, yer kürəsində nə qədər proses varsa, hətta bizdən asılı olmayan ekologiya proseslərində də əsas amil insan amilidir. Yəni, o təhlükə ki, süni intellekt insanlara əvəz eləyəcəkdir, elə bir, mən düşünürəm ki, elə bir təhlükə olmayacaq. Ona görə ki, bu da insanın həyatını yüngülləşdirmək üçün fikirləşmir. Amma idarə etmək kimin əlində olacaq, ondan da asılıdır. Yəni, pis niyyətli insanların əlində idarə etmə olarsa, onda təbii ki, süni intellekt daha təhlükəli, daha dağıdıcı ola bilər. Hətta bəzi ölkələrin prezidentləri deyirlər ki, süni intellekt yeni dövrün atom bombasıdır, nüvə silahıdır. Bəziləri deyirlər ki, kim süni intellektin sahibidir, dünyanın sahibidir. Təsadüfi deyir ki, Trump hakimiyyətə gələn kimi elə ilk günlərdə $500 milyard süni intellektin inkişafına pul ayırdı. 5 illik müddətdə. Düzdür, onun səhərsi günü Amerika birjalarında Amerika $1 trilyon ziyana düşdü Çinin dipsik süni intellektin yaranmasına bağlı. Təsəvvür edin, bir proqram, kompüteri yaranan bir proqram bir ölkənin büdcəsini $1 trilyon dala atır. Bu, özü də indiki dövrün bir xüsusi özəlliyidir. Süni intellekt insan düşüncəsini təqlid edən, öyrənmə, uyğunlaşma, sintez, özünü korreksiya, məlumatlardan istifadə əsasında mürəkkəb məsələləri həll edən hesablama sistemləridir. Böyük verilənlər isə həcm, sürət və müxtəliflik baxımından ənənəvi üsullarla idarə edilməsi çətin olan böyük məlumat toplusudur. Bu anlayış əsasən böyük həcmli məlumatların toplanması və saxlanması, emalı, analizi ilə bağlı texnologiyaları əhatə edir. Bulut texnologiyası isə böyük həcmdə məlumatı saxlamaq və real vaxt rejimində emal etmək imkanı verən texnologiyadır. Bax, bu üç texnologiya, süni intellekt, böyük verilənlər və bulut texnologiyası, bunlar bir yerdə deməli, rəqəmsal transformasiyanın əsas alətləridir. Deməli, əsas amil insandır, əsas alətləri süni intellekt, böyük verilənlər və bulut texnologiyasıdır. Onların da hər bir haqqında qısa məlumat verdim. Bu günlər dünyada süni intellektdən istifadə edən insanların dəqiq sayını bilmək mümkün deyil. Təxminən müəyyən edirlər. Məsələn, süni intellekt texnologiyalarının
yayılma sürəti yüksəkdir. 2018-ci ildə süni intellekt bazarı 2,5 milyard dollar idisə, 2024-cü ildə bu 150 milyard dollardan artıq oldu. Bu süni intellekt texnologiyaların sürətlə mənimsənildiyini və istifadəçi sayının sürətlə artdığını göstərir. Süni intellektin elm təhsil sistemində tətbiqlərinin böyük perspektivi var. Kifayət qədər konservativ sahə olan təhsil sistemi və təhsil tədqiqatları artıq tədricən süni intellektə maraq göstərirlər. Təhsil hər yerdə konservativdir, bütün ölkələrdə. Çünki kütlələr çox böyükdür və təhsildə bir balaca, təhsil mexanizmini bir balaca dəyişik eləmək üçün bütün sistemi dəyişməlisən. Ona görə təhsil islahatının nəticəsi də 10 ildən sonra göstərir və əgər ölkədə təhsil mexanizmi pozulubsa, onun da nəticəsi özünü 10 ildən sonra göstərir. Məsələn, biz SSR-dən sonra, SSR dağılandan sonra elm və təhsildə tənəzzül başladı bir çox səbəblərdən. Amma ona baxmayaraq 20 il qlobal hesabatlarda insan inkişafına görə biz yüksəkdə gedirik. Çünki Sovetdən qalan o potensial nəzərə alınırdı. Amma indi o potensial tükəndi. Mən bəzən deyirəm ki, Sovet vaxtı təhsil alan insanlar təqaüdə gedəndən sonra görəsən nə olacaq bizim vaxtımız. Yeni gələn nəsil hansı ki, repetitorların mətbəxlərində məktəb oxuyublar, hansılar ki, 200 balla universitetə giriblər, hansılar ki, universitetlərdə normal tədris prosesi, dərsliklər, proqramlar, dərs vəsaitləri görməyiblər və həmən məzunların da gedib sonra işə düzəlmə imtahanı verəndə 80-90% kəsilir. Bu artıq insan kapitalının böhran halda olduğunu göstərir. Və belə bir vəziyyətdə deməli, təhsildə nəsə yeniliklər eləmək çox çətindir. Çünki bilənlər əvvəldən həyəcan təbili çalırdı ki, təhsildə durum ağırdır. Amma o gəlib tam mühərrik sönənə qədər etiraf olunmadı. Hətta bu gün də mühərrik sönüb yenə də etiraf eləmək istəmirlər bəzilər. Amma reallıqda təhsildə elə elmin özündə də bizim durumumuz çətindir. Ən azı qonşu region ölkələrlə müqayisədə də xeyli geridəyik, təəssüf olsun ki. Süni intellektlə tədqiqatçının interaktiv dialoqu insan-maşın sistemi olaraq alimlər üçün mükəmməl ekspert sistemi imkanları yaradır. Biz bu haqda biraz sonra məlumat verəcəyik. Süni intellektin təhsil prosesində rolu. Süni intellekt təhsilin fərdiləşdirilməsi, tələbələrin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılması, biliklərin qiymətləndirilməsinin avtomatlaşdırılması kimi məsələləri həll edə bilir. Maşın öyrənmə sistemləri fərdi tədris planları və təhsil trayektoriyalarının hazırlanmasına, mənimsəmə səviyyəsinin müəyyən edilməsinə, əks əlaqə yaratmağa kömək edir. Burada bir haşiyə çıxmaq istəyirəm mətndə. Mən keçən il yeni fənn apardım bizim universitetdə, müasir təlim texnologiyaları. Mənim qismətimdən də həmişə yeni gələn fənni həmişə mənə verirlər. Bizdə də başqa universitetlərdə də. Başqa universitetlərdə verirlər ki, mən gəlim onlara silabus hazır edir, mühazirə mətnləri hazır edir, sonra yola salırlar. Buradan özümüz elərik, sağ ol. Amma bizim universitetdə mən, çünki bir dəfə ilə hazırlanmış material aparır, bir dəfə ilə onu yoxlamaq olmaz. Onun üstündə bir neçə il işləməlisən ki, pilot layihə kimi təkmilləşə getməlidir. Keçən il mən müasir təlim texnologiyaları fənni üzrə riyaziyyat informatika ixtisasında fənni apardım. Proqram hazırladım, mühazirə mətnləri hazırladım. Sonra özümdə bir sual yarandı. Görürsən, süni intellekt bunu necə eləyərdi bu fənn üzrə? Sorğu verdim, filan fənn üzrə proqram hazırladı. Deməli, 95% mənim yazdığım proqramın üst-üstə düşdü. 5% fərqi oldu. O 5% fərqi də mən özüm bilərəkdən əvvəldən elə mövzular salmışdım ki, bizim tələbələr aşağı kursda pedaqogika, psixologiya, metodika keçiblər. O fəndən əlaqəli müəyyən 2 dənə mövzu salmışdım mən öyle belə. Yəni, uzun illər təcrübəsi olan, məsələn, mən 40 ildən çox da ali məktəbdə işləyirəm, uzun illər təcrübəsi olan müəllimin hazırladığı proqramı mən onun üzərində 10 gün işləmişəm. Süni intellekt 1 dəqiqədə onu mənə verdi. Təhsil sektoru və təhsil elmləri innovasiyalara zəif reaksiya verir. Amma son illər təhsil elmlərində süni intellektin tətbiqinə müəyyən maraq yaranıbdır. Başqa ölkələrdə təbii ki, bayaq söylədiyim səbəblərdən daha erkən olur və xeyli də irəliləyiş var. Hətta UNESCO-nun özünün bu sayədə kitabları var, konferanslar keçirirlər. Çin son illər bütün sahələrdə, o cümlədən təhsildə irəliləyişi var və hər il bir neçə beynəlxalq konferans keçirdirir Çin
süni intellektin universitetlərdə tətbiqi ilə bağlı. Süni intellektlə dialoq elmi tədqiqat prosesini konkret edir, səmərəli edir və innovativ edir. Təhsil tədqiqatlarında süni intellektdən istifadə nümunələri yaranır. Maraqlı olanı isə süni intellektlə insan arasında dialoqun qurulması, süni intellektin ekspert qismində tədqiqatçının köməkçisi olmasıdır. Yəni, hər adam müəyyən bir sahədə tədqiqat aparanda, ya yeni bir fən gəlibdir, heç kəs o fən haqqında məlumatı yoxdur. Heç bir adam tapa bilmirsən ki, kimləsə dərdləşəsən, bir müzakirə aparasan, söhbət aparasan, fikir verirsən. Çünki sən artıq 10 gündür, 20 gündür bu işdən maraqlanırsan, kafedə də başqa müəllimlər heç bu işdən maraqlanmıyıblar da, onların anlayışı daha azdır. Amma süni intellekt istənilən səviyyədə, istənilən mövzuda, istənilən adamla, istənilən intensivlikdə dialoq aparmağa hazır. Süni intellekt insan arasında olan dialoq Sokratın tələbələri ilə apardığı Sokrat dialoqunu xatırladır. Bu dialoqlar təhsil tədqiqatları, təhsil ideyaları, təhsil innovasiyalarının yaradılması və təbliğində, maariflənmə işində yeni bir formatdır. Bizim təhsil islahatlarının qüsurlu səbəblərindən biri də budur, və nəticələrindən də biri budur ki, ölkədə təhsil islahatları başlayanda müəllimləri təkmilləşdirmə institutları bağlandı. Məktəb müəllimləri üçün də, sonra da ali məktəb müəllimləri üçün. Yəni, bu günlər Azərbaycan müəllimi heç yerdə təlim keçmir, təkmilləşmə kursu keçə bilmir və dünyanın da indiki sürətli inkişaf vaxtı və islahatların da belə intensiv vaxtı buna ehtiyac daha çoxdur. Amma süni intellekt burada da insanlara kömək edə bilər. Hər kəs inkişaf eləmək istəyirsə, da ümid eləməməlidir. Mənə harasa kursa yollasınlar, mənə ədəbiyyat versinlər. Özü süni intellektlə, dialoqla, gündəlik dialoqla inkişaf elə biləcək. Təhsildə rəqəmsal transformasiya təhsil sistemində rəqəmsal texnologiyaların sistemi tətbiq edir. Təhsildə rəqəmsal transformasiya proseslərinin avtomatlaşdırılması və optimallaşdırılmasına imkan verən bir dinamik prosesdir. Bu proses ənənəvi təlim metodlarını süni intellekt, böyük verilənlər və avtomatlaşdırılmış sistemlər bulut texnologiyaları vasitəsilə yeniləndirir. Təhsildə rəqəmsal transformasiya təhsil sisteminin daha əlçatan, interaktiv və fərdiləşdirilmiş edir. İnnovativ metodların tətbiqinə imkan yaradır. Təhsildə rəqəmsal transformasiyanın əsas istiqamətləri. Bu istiqamətlər çoxdur, mən də sürətlə keçəcəm üstündən. Onlayn və hibrid təhsil, e-learning platformaları, Coursera, Udemy, Khan Akademi, virtual və artırılmış reallıq əsasında tədris metodları, hibrid siniflər, süni intellekt adaptiv öyrənmə, fərdi öyrənmə yollarını müəyyən edən süni intellekt əsasında sistemlər, avtomatlaşdırılmış qiymətləndirmə və əks əlaqə mexanizmləri, süni intellekt əsaslı müəllim köməkçiləri, buna süni intellekt assistenti də deyirlər, böyük verilənlər və analitika, şagird nailiyyətlərinin təhlili, zəif tərəflərin müəyyən edilməsi, təhsil prosesinin fərdiləşdirilməsi üçün data analitikası, oyun əsaslı tədris metodları və motivasiyanın artırılması, simulyasiya və interaktiv öyrənmə mühiti, blockchain və sertifikatlaşdırma, təhsil sənədlərinin təhlükəsiz şəkildə saxlanılması, tanınması, diplom və sertifikatların rəqəmsal identifikasiyası. Bax, bunlar hamısı bir yerdə deməli, təhsildə rəqəmsal transformasiya istiqamətləridir. Xüsusən ilk sırada sadıqların hamısı təhsilin deməli, elektron təhsillə, təhsilin informatlaşması ilə, təhsilin rəqəmsallaşması ilə əlaqəlidir. Və təəssüf ki, biz bu sahədə demək olar ki, heç nə eləməmişik. Ümumiyyətlə, deyək ki, bizim Təhsil Nazirliyinin məmurları tez-tez Singapurla müqayisə edirlər bizi ki, Singapurda bir sinifdə 50 uşaq var, niyə bizdə olmasın? Amma yada salmaq istəmirlər ki, Singapurda 25 ilin ərzində 3 dənə böyük dövlət proqramı həyata keçirilir, milyardlarla dollar pul qoyulub təhsilin rəqəmsallaşmasına dair. Yəni, elə bir yerdə bir sinifdə 100 nəfərlə də dərs keçmək olar. Yəni, uşaqlar müəllimlə öyrənmir, uşaqlar rəqəmsal resurslarla öyrənir. Müəllim sadəcə olaraq, ümumi bir olaraq xülasə mühazirə deyir, xülasə dərs deyir. Və bu sistemlərin yaranmaması, elektron təhsilin olmaması hələ çox uzun müddət bizim təhsilimizi geri çəkəcəkdir.
Sağ olun İlham müəllim. Olar sual vermək yoxsa axırı gözləyək ki? Sonda. Tamam. TRT-nin tarixi deməli rəqəmsal transformasiya və distant təhsil. Təhsildə rəqəmsal transformasiyanın tarixi mənbəyi distant təhsil texnologiyaları hesab edilir. Təəssüf ki, ölkəmizdə təhsil qanununda bu xüsusi qeyd edilsə də və bunu bu müddət ərzində qanundan əvvəl də, yəni əslində 2000-ci ildə təhsil islahatları haqqında prezident fərmanı olmuşdu. Artıq orada distant təhsil sözü var idi. Sonra Azərbaycan İnkişaf naminə İKT strategiyası oldu. Səhv eləmirəmsə 2002-ci ildə oldu, neçənci ildə oldu. Orada da distant təhsili qeyd olundu. Sonra elektron Azərbaycan dövlət proqramları ardıcıl bir neçəsi qəbul olundu. Orada da distant təhsil, informasiya cəmiyyəti. Yəni üst-üstə bir 7-8 dövlət proqramında distant təhsil var. Nazirlik bunların qabağına şlaqban qoymuş ki, bizim təhsil qanununda bu yoxdur, gözləyək. 2009-da təhsil qanunu oldu. Şlaqbam yenə qalxmadı. İndi gəldi pandemiya oldu. Yenə şlaqbam qalxmadı. Nazirlik dedi ki, biz distant təhsil yaratmırıq. Biz distant təhsil pandemiya dövründə təhsilini hansısa formada vəziyyətdən çıxartmaq istədik. Bu vaxtlar ərzində 2000-ci ildən bu üzrə təsəvvürən dünya bütün ölkələrində, hətta Monqolistanda da distant təhsil var. İşte Cibuti'də ömründə universitet olmayıb. 15 il əvvəl ilk universitet açılıbdır. Amma 6 il bundan əvvəl o universitet artıq distant təhsildir. Yəni inkişafın tempi və dolğunluğun tempini müqayisə ki, mən bu rəqəmləri deyirəm. Və bu vəziyyətdə distant təhsil sayəsində UNEC-in təşəbbüslərini mən dəstəkləyirəm. Yəni burada doğrudan da çox işlər görülübdür. Yəni universitet öz imkanı daxilində olan işlər görülüb. Amma bir şey deyim ki, distant təhsilin yaradılması bir universitetin potensialı səviyyəsində olan iş deyil. Rusiyada bu işin necə getməyi mənim yadımdadır. Mən o vaxtdan bunu izləyirəm. 95-ci ildə Rusiyada böyük bir pilot layihə yarandı. Deməli, 300 min tələbə, 300 universitetin iştirakı və 30 min müəllimin iştirakı ilə böyük bir pilot layihə oldu. Və dövlət buna 1 milyard dollar pul ayırdı. O pilot layihə çərçivəsində Rusiya universitetlərində distant təhsil yaradıldı. 2000-ci ildə artıq o pilot layihə tamamlandı və yaxşı nəticələr verdi. Ondan sonra Rusiya universitetlərində distant təhsil kütləvi şəkildə tətbiq olunmağa başladı. Və həmin o pilot layihədə kimlər iştirak edir? Baş nazirin müavini o komissiyanın sədri idi. 5-6 nazir, təhsil naziri, akademiya prezidenti, rabitə naziri, gənclər naziri, iqtisadiyyat naziri. Yəni bütün mühüm nazirliklər orada təmsil olunmuşdular. Və onun nəticəsində o pulun və o potensialın nəticəsində Rusiya distant təhsil qurdu. Yəni burada hansısa bir universitet tək başına nəsə eləməsi real deyil. Xüsusən Azərbaycan reallığında, xüsusən də publik hüquqi şəxs olandan sonra. Yəni bu rəqəmsal transformasiyanın ləngidir. Ona görə bugün Azərbaycanda rəqəmsal yetkinliyi olan universitet yoxdur. Heç bir universitet, deməli, beynəlxalq səviyyədə rəqəmsallaşma səviyyəsi ki var, o kriteriyalara cavab vermir təəssüf olsun. Elmin rəqəmsal transformasiyası haqqında. Elmin rəqəmsal transformasiyası elmi tədqiqatların və bilik istehsalının rəqəmsal transformasiyalar vasitəsilə avtomatlaşdırılması və optimallaşdırılmasıdır. Bu proses ənənəvi elmi tədqiqat metodlarını süni intellekt, böyük verilənlər və bulud texnologiyaları avtomatlaşdırılmış sistemlər vasitəsilə yenilənməsidir. Elmin rəqəmsal transformasiyasının məqsədi elmi tədqiqatları daha sürətli, dəqiq, əlçatan və rentabelli etməkdir. Bu prosesdə deməli, istifadə olunan vasitələr, böyük verilənlər analitikası bu milyonlarla elmi məqaləni təhlil edərək yeni kəşflər etməyə kömək edir. Süni intellekt və maşın öyrənməsi bu elmi hipotezlərin avtomatik yoxlanması və modellərin yaradılmasına kömək edir. Bulud hesablama elmi məlumatların sürətli emalı və saxlanmasına kömək edir. Elmi tədqiqatların deməli, rəqəmsal transformasiyası idarəetmə üsullarında dəyişir. Daha sürətli, effektiv elmi tədqiqat işləri aparmaq mümkün olur. Süni intellekt və avtomatlaşdırılmış sistemlər məlumatları daha tez təhlil edir.
Böyük verilənlər elmi tədqiqatlarda geniş və dərin mənbələri araşdıra bilir. İnteraktiv və açıq elm, açıq elmi mənbələr, onlayn platformalar tədqiqatçıların əməkdaşlığını artırır. Açıq elm və açıq təhsil UNESCO-nun tələbidir. Artıq 20 ildən artıqdır UNESCO bütün ölkələr qarşısında, xüsusən inkişaf etmiş ölkələr qarşısında şərt qoyub ki, demək olan, əgər bu kommersiya deyilsə, elmi resursları və təhsil resursları açıq olmalıdır. Hətta UNESCO bir arada bir qlobal platforma da yaratmaq istəyir, distant təhsil platforması. Google da bunu yaratmaq istəyirdi. Bir neçə böyük şirkətlər 1 milyard nəfər insanın təhsil ala biləcəyi bir rəqəmsal platforma, distant təhsil platforması üzərində işləyirlər. Və bu təbii ki, mümkündür, yəqin ki, bunu eləyiblər, amma təəssüf ki, hələ ictimaiyyətə açıqlamayıblar. Onda görünür siyasi səbəblər var. Eksperiment və modellərin simulyasiyası imkan verir ki, fiziki sınaqlara ehtiyac olmadan rəqəmsal simulyasiyalarla konkret nəticələr əldə edilsin. Yəni, elə tədqiqatlar var ki, onların aparılmasına illərlə vaxt lazımdır. Onların aparılmasına xeyli resurslar lazımdır, bahalı maddələr, məhlullar lazımdır, təhlükəlidir və s. Bunların hamısını kompüterdə rəqəmsal simulyasiya eləməklə az vaxtda itkisiz, ucuz və təhlükəsiz eləmək mümkündür. Rəqəmsal transformasiya elmdə buna imkan verir. Böyük verilənlər və məlumat analitikası. Çoxsaylı məlumat bazalarının avtomatik təhlili və yeni qanuna uyğunluqların aşkar edilməsi. Və nəhayət süni intellekt və maşın öyrənməsi. Süni intellekt elmi modellərin qurulması, hipotezlərin yoxlanması, yeni elmi biliklərin əldə edilməsi üçün istifadə olunur. Bulud hesablama, elmi məlumatların saxlanması və tədqiqatların birgə aparılması üçün istifadə olunur. Blockchain və açıq elm, elmi nəticələri dəyişdirmədən saxlanılmasını və açıq elmi biliklərin yayılmasını təmin edir. Məsələn, blockchain texnologiyası elmi məqalələrin və patentlərin qorunmasını təmin edir. İntellektual robotlar və avtomatlaşdırılmış laboratoriyalar. Süni intellektin idarə etdiyi laboratoriya sistemləri elmi eksperimentləri avtomatlaşdırır. Tətbiq sahələri tibb və biotexnologiya, iqlim və ekologiya, kosmik tədqiqatlar, sənaye və mühəndislik və s. O cümlədən təhsil və akademik tədqiqatlar. Süni intellekt və avtomatlaşdırılmış sistemlər təhsil sahəsində fərdi öyrənmə modelləri yaradır. Məsələn, süni intellekt və digər modellər, o cümlədən ChatGPT tələbələrin suallarına cavab yaza bilir. Elmdə rəqəmsal transformasiyanın xeyli üstünlükləri və nələrdən ibarətdir? Əvvəla tədqiqat prosesini sürətləndirir. İkinci, böyük verilənlərdən səmərəli təhlil etməyə imkan verir. Ənənəvi eksperimentlərin qeyd elədiyim kimi rəqəmsal modellər vasitəsi əvəz olunması daha ucuz başlayır. Elmi biliklərin paylaşması artır. Yəni, açıq elm və onlayn mənbələr vasitəsilə bu kütləviləşir. Yəni, elmin populyarlaşmasına da bu imkan verir. Mən dəfələrlə bu məsələni qaldırmışam. Sovet dönəmində bizdə bilik cəmiyyəti var idi və o əhalinin elmə həvəsləndirilməsi, gənclərin həvəsləndirilməsi, əhalinin ümumi səviyyəsinin yüksəlməsi üçün çox işlər görüldü. O cümlədən də ali məktəb müəllimləri gedib rayonlarda mühazirələr oxuyurdular. Sonra bu sistem yox oldu. Düzdür, bir neçə il əvvəl bir bilik cəmiyyəti yarandı, 3-4 il işlədi, amma onun fəaliyyəti hiss olunmadı. Mən dəfələrlə bu məsələni Təhsil Nazirliyi və Akademiya rəhbərliyi qarşısına qaldırmışam ki, biz bir platforma yaratmalıyıq, böyük bir portal. Bilik cəmiyyətinin funksiyasını əvəz eləsin. Ayrı-ayrı sahələr üzrə alimlər mühazirə oxusunlar, video çəkilsin, video filmlər çəkilsin, müxtəlif telekanallarda olan deməli verilişlər, müsahibələr, telefilmlər, xarici dillərdə olanlar tərcümə olunsun, hamısı orada yerləşdirilsin. Və burada təsəvvür edin ki, müxtəlif yaş qruplarına aid uşaqlar üçün ibtidai sinifdən başlamış universitet məzununa qədər müxtəlif elmi populyar verilişlər, filmlər, söhbətlər yerləşdirmək olar ki, həqiqətən uşaq vaxtını daha faydalı keçirir. Deyir, uşaqlar TikTok'dadır. Uşaq nə eləsin? Azərbaycan dilində bir dənə normal öyrənməli bir resurs internetdə yoxdur. 2008-ci ildə məktəblərin informatlaşması proqramı olanda böyük bir raport verdilər ki, məktəblərə internet çəkdir.
Mən də Nazirliyin rəhbərlərinin bir orada iştirak edir. O interneti məktəbə çəkməyin nə xeyri var? Uşaq nəyə baxacaqdır? Azərbaycan dilində təhsilə aid heç nə yoxdur. Siz bütün pulları kompüterə, kabelə vermişsiniz, amma pulun 50% ən azı getməlidir elektron resursların yaradılmasına. Bugün də yoxdur. Pandemiya vaxtı müəyyən qədər video filmlər çəkildi məktəb proqramlarına aid. Amma özlüyündə bu çox azdır, kifayət eləmir. Yəni, elmin populyarlaşması, açıq elm olması üçün, o cümlədən açıq təhsil olması üçün belə layihələrə ehtiyac var, təşəbbüslərə ehtiyac var, innovasiyalara ehtiyac var. Ən əsası isə verilən təklifləri məmurlar nəzərə almalıdır, əgər maraqlıdırsa inkişafda. Məlumat təhlükəsizliyi. Elmi məlumatların qorunması çətinləşir. Qərəzli və qeyri-dəqiq nəticələr alınır. Bu haqda mən danışacağım, növbəti slaytlarda var. Hər bir müsbət inkişafın mənfi tərəfləri də var və hər sahədə də müəyyən pis niyyətli insanlar var ki, bundan pis niyyətlə istifadə edirlər. Məsələn, internetin yaranması çox gözəl idi tədqiqatçıya, tələbəyə. Amma internetin yaranması imkan verdi ki, bir çox alimlər dırnaq içində elmi etikanı pozdular, internetdən başqalarının məqalələrini götürüb öz adlarını verdilər. Mən şəxsən son 15 ilin ərzində bir 20 yer qədər hal olub ki, mənim məqaləmi internetdən götürüb ayrı adamlar universitetlərdə, akademiyada öz adlarına çəp ediblər. Nöqtə vergülünü də dəyişmədən özdə. Bu antiplagiat son vaxtlar çıxıbdır da. 15 ilin, 20 ilin. Özdə indi lazım olanda antiplagiatı da keçə bilirlər. Ona görə, yəni bu internet, eyni ilə də süni intellekt. ChatGPT-nin böyük imkanları var, həddindən artıq. Amma eyni zamanda müəyyən adamlar var ki, ChatGPT-yə məqalə sifariş elətdirib, yazdırıb çəp edirlər. Xaricdə tədqiqat haberləri var, İsveçdə bu yaxında, keçən ilin sonunda oxudum bu məqaləni. Deməli, 250 məqalə təhlil olunubdur. Google Scholar olan məqalələrin. Onun deməli 30% orijinal məqalədir. 70% ChatGPT-dən istifadə edib yazdırıblar. Yəni 30%-də də ChatGPT-nin izi var. Amma ChatGPT-dən orada vasitə kimi istifadə ediblər. Ona demirlər, mənə gedir, çay içim, sən mənə məqalə yaz. Yəni ChatGPT-dən, süni intellektdən hamı istifadə eləməlidir. Yəni bu işi rasionallaşdırır. Amma o demək deyil ki, sən də Köroğlu tüfəng çıxanda Köroğlu yerə qoyan kimi, indi süni intellekt çıxanda alimliyi yerə qoy ki, mən alimlik eləməyəcəm, süni intellekt mənə əvəzimə alimlik eləsin, mən də onun əvəzinə məqalələr yazım, hesabatlar verim. Yəni belə problemlər də yaranır. Bu da deməli, təbii ki, insanın tənbəlliyindən və bəzi hallarda da dürüst olmamandan yaranır. Tam avtomatlaşdırılmış elmi tədqiqat laboratoriyaları inkişaf edəcək. Kvant kompüterlər mürəkkəb elmi problemləri sürətlə həll edəcək. Ümumiyyətlə, süni intellekt necə böyük bir inqilab yaradırsa, yaxın gələcəkdə kvant kompüter onun kubu qədər dəyişiklik yaradacaq. Yəni, kvant kompüterlə süni intellekt imkanları olanda bu 1000 dəfələrlə deməli, böyük bir inkişaf olacaq. Və insanın düşüncəsi, təfəkkürü, bayaq mən dedim, əsas insanın düşüncəsidir, düşüncənin dəyişməsidir. Belə sürətli inkişafın qabağında insan düşüncəsi dəyişə bilməyəcək. Aramızda, o texnologiyayla bizim aramızda 100 illərlə fərq əmələ gələcək, az vaxtda. Süni intellektin elmi kəşflərdə rolu artacaq, rəqəmsal elmi platformalar vasitəsilə elmi biliklər daha geniş yayılacaq. ChatGPT nədir? Yəni, süni intellektin ən geniş yayılmış formalarından, ən populyar formalarından biridir və elmi tədqiqatlarda da istifadə edilməli olur. Bizim tələbələrimiz də istifadə edirlər, mən müşahidə edirəm və mən də bayaq dedim, o yeni fənni tədris eləyəndə, elə tədris materiallarını da tələbələrlə müəyyən işləri də onları yönəldirdim, ChatGPT-dən onlar müəyyən materiallar tapıb hazırlaşıb, deməli, kursu keçirlər. ChatGPT Open AI şirkəti tərəfindən inkişaf etdirilmiş süni intellekt əsaslı chatbotdur. Bu, təbii dil emalı texnologiyasından istifadə edərək insanlarla məntiqi və təbii ünsiyyət qurmağa imkan verir. ChatGPT müxtəlif mövzularda suallara cavab verir, mətnlər yazır, tərcümələr edir
proqramlaşdırma kodları hazırlayır, məsləhətlər verir, geniş çeşitli tapşırıqlar yerinə yetirir. Əsas xüsusiyyətləri onun təbii dildə ünsiyyət aparmasıdır, yəni insan dilində başa düşür, məntiqi cavab verir. Çoxsaylı mövzulara dair bilik, yəni alimlər hərəsi dar sahəyə aid bilirlər. İndi hər çox sahədən bilən insanlar polimat deyirlər, polimat. Yəni çox elmlərdən xəbəri olan. Bugün elə insanlar yoxdur. Çünki elm elə sürətlə inkişaf edir ki, hər öz dar sahəsində olan prosesləri ancaq izləyə bilir. Amma ChatGPT sənin hansısa problemin başqa multidisiplinar xarakterli digər fənlərlə əlaqəlidirsə, oradan da sənə ideyalar verir, yol göstərir. Mətin yaradıcılığı bacarığı, kod yazma, tərcümə və redaktə, söhbət və məsləhətləşmə və sair deməli imkanları var. ChatGPT-nin əsas xüsusiyyətləri bu süni intellektin qabalcı nümunələrindən biridir. Fərdi və biznes məqsədləri üçün istifadə olunur. ChatGPT təhsil tədqiqatlarında müxtəlif məqsədlərlə istifadə oluna bilər. Təhsil metodları və texnologiyaları, sosial məsələlərin təhlilində ChatGPT məlumat toplama, təhlil etmə bir alətidir. ChatGPT-dən istifadə yolları. Yəni internet hamının əlinin altındadır, amma müxtəlif adamlar müxtəlif cür internetdən faydalanırlar. 100 nəfər tələbəyə desən ki, filan bir məlumatı tapın, biri bir dəqiqədən sonra tapacaqdır, biri bir aydan sonra da tapa bilməyəcək. Eyni ilə alimlərin. İndi məsələn birini qoyub başqa bir sahəyə gedim. 10 il bundan əvvəl mənim bir doktorantım var idi, ona mövzu vermişdim. Deməli, gələcək müəllimlərin internetdə axtarış qabiliyyətinin yüksəldilməsi təxminən bu addaydı və koordinasiya mərkəzində iclas gedirdi, tədqiqatların əlaqələndirmə şurasının iclası. O da oradaydı, deməli, doktorant da mən də, deməli, böyük bir zaldır, əyləşiblər ətrafında, hamının qabağında notebook var. Bizdən əvvəl də bir başqa mövzu müzakirə olunurdu. Psixologiya aidədir, NLP, lingvistik proqramlaşdırma dilləndə bir şey var, psixologiyada yəqin eşitmişsiniz. Bir nəfər öz aspirantına elə NLP ilə bağlı mövzu vermişdi. O, əlaqələndirmə şurasında oturan alimlərin heç birisi NLP sözünü eşitməmişdi. Bunlar dedi ki, bu mövzu bizə aid deyil, siz lingvistika, filologiya üzrə koordinasiya şurasına müraciət edin və sizin mövzunu da çox nahaq filan kafedrada təsdiq edibdir. Elmi rəhbəri nəsə demək istədi, imkan vermədilər, bu mövzusu qapandı. Sonra mənim doktorantım mövzusu çıxanda bir nəfərə rəy veriblər, hansı ki, elmdən də, təhsildən də göründü ki, uzaq adamdır. Durdu, mənfi rəy verdi, mən durdum ayağa. Dedim ki, 5 dəqiqə əvvəl burada bir mövzu müzakirə olundu. Bütün professorlar danışdılar, birinin ağlına gəlmədi ki, mənim qabağımda notebook var, internetdə girim görüm NLP nədir? Bizim professor internetdən lazımı anda lazımı məlumatı almaq ağlında gəlmir. Bu mövzu isə tələbəyə mən bunu auditoriyada öyrətmək istəyirəm. Siz deyirsiniz, bu mövzu aktual deyil. Yəni, bax, inkişaf fərqi bu şəkildədir. Eyni ilə internetdən də istifadə qabiliyyət tələb edir. Eyni ilə süni intellektdən istifadə də, eyni ilə ChatGPT-dən istifadə də. Adam var ChatGPT-dən istifadə edib bütün zəruri məlumatları ala bilər, adam var oturur ChatGPT-nin arxasında uzun müddət heç nə də eləyə bilməz. Yəni, fərq var. Bundan ötəri də hazırlıq lazım. Məsələn, Rusiya universitetlərində hələ 5 il bundan əvvəl, deməli, məsələn, hələ bir lingvistik ixtisasıdır. Lingvistik tədqiqatlarda süni intellektdən istifadə adında fən keçirdilər 5 il əvvəl. Yəni, yeriliyin fərqini mən deyirəm. 5 il əvvəl keçiblər, bəlkə də 10 il əvvəldən o fən yaranı bilmirəm. Ən azı 2000-ci ildə belə bir fən tədris olunub Rusiya universitetlərində. Yəni, ChatGPT-dən istifadə etmək üçün deməli, müəyyən bilik, bacarıq, qabiliyyət lazımdır. Bir də ki, dəqiq və konkret sual. Ümumiyyətlə, bizim insanlar heç o qədər, xüsusən son vaxtlar bu testlə ki, təhsil yayılıbdır, fikirlərini doğru, dürüst izah eləyə bilmirlər. Nazir deyir ki, oxuduqlarının 60%-i bizim insanlar dərk edir. O sözdə həqiqət var. Amma o sözü biraz elə formada deyir ki, cəmaatı qıcıqlandırır, amma həqiqətən mətnin dərk olunması hamıda var o problem. Eyni ilə də o dərk etmə çətin olduğuna görə sualını da konkret qoya bilmir.
O bir tərəfdə onu anlayıb, o suala konkret cavab verə bilər. Ona görə insanlar arasında anlaşılma da çoxdur. Anlaşılmazlıq çoxdur. Və bunlar da hamısı savadın aşağı olmasından təxminən 20-ci əsrin əvvəlləri səviyyəsinə gəlir. Sonra ChatGPT-dən istifadə zamanı addım-addım problemi həll etmək. Yəni, sizə lazım olan problemi siz necə rus demişkən, labova verməyin. Siz, necə ki, mən indi başladım, əvvəldən rəqəmsal transformasiyadan gəlirəm tədqiqatlarda süni intellektdən. Siz də süni intellektlə ilk addımı atın o problem ətrafında. Həm süni intellekt görsün, siz bu işləri nə dərəcədə bilirsiniz. Və oradan da istifadə edərək sizə məlumat versin, seçim eləsin. İndi mən burada süni intellektlə mənim bir söhbətim olub, onun stenoqramması var. İndi vaxt olsa orada müəyyən epizodları oxuyacağım sizə. 15 səhifəli bir stenoqramdır. Elə sıfırdan başladıq, gəldi axırda Azərbaycan təhsilinin, Azərbaycan ali məktəblərinin ən fundamental problemlərini üzə çıxarana qədər bizim o diyaloq davam elədi. Yəni o sualı vermək, o verilən süni intellektin verdiyi cavabı dəstəkləyib davamı ilə daha düzgün sual vermək, daha düzgün, elə ilə konkret gəlib obyektin üzərinə düşmək lazım. Necə ki, Sputnikdən nəyəsə bir fotosunu çəkəndə gəlir konkret nöqtəyə düşür, onun kimi. ChatGPT-dən istifadənin davamı olaraq deməli, fərqli perspektivlər axtarın, praktik nümunələr və təkliflər istəyin, resurs və məlumat mənbələri istəyin, yenilənmiş məlumatlar üçün veb alətlərdən istifadə edin, aktual məlumatlar üçün veb alətlərdən istifadə etmək daha yaxşıdır. Bu halda konkret mövzu ilə bağlı axtarış doğru sistemi lazım olur. Deməli, bura qədər olan məsələlərdə ChatGPT o cümlədən və digər süni intellekt alətləri insanın rəhbərliyi ilə və insanın iştirakı ilə, avtonom deyil. Amma mən bir gün səhər oxudum ki, artıq Çində avtonom süni intellekt yaradıblar. Yəni, sən tapşırığı verirsən, daha sən heç bir sual vermir. Tapşırığı verirsən, gözləyirsən, o hər şeyi həll edir, səni təqdim edir. Bu yeni müstəqil süni intellekt Manus adlanır. Dünyada ilk müstəqil süni intellekti insan müdaxiləsi olmadan qərar qəbul edib vəzifələri yerinə yetirə bilir. Populyar söhbət botlarından fərqli olaraq bu vəzifələri öz təşəbbüsü ilə başladı və kənar nəzarət olmadan icra edir. Bir çox xüsusi modulların işini koordinasiya edərək idarəçi kimi fəaliyyət göstərir. Yəni, insanın bu funksiyasını da artıq idarə edə bilir. Fon rejimində işləyərək uzun müddətli vəzifələr yerinə yetirə bilər və tamamlandıqda nəticəni bildirir. Yəni, siz kompüterdə öz işinizi görürsünüz, o da fon rejimində sizin verdiyiniz tapşırığı başlayır səhər 1 saat, 2 saat işlər ərzində isə işdən asılı tamamlıyor. Bunun həyatda tətbiqləri böyükdür. İnsan resursları sayəsində istifadə edilə bilər. Yüzlərlə CV-ni təhlil edərək optimal namizədlər təklif edə bilər. Müstəqil olaraq veb saytlar yarada bilər, internetdən məlumat tapa bilər, texniki hostingi idarə edə bilər və s. Əmək bazarında da təsir var bu yeni süni intellektdə. Müstəqil süni intellekt agentlərinin ortaya çıxması, insanın yerinin tutması və səhvlərə görə cavabdeh məsələlərini gündəmə gətirir. Yəni, burada cavabdehlik məsələsi olduğuna görə bunu tam etibar eləmək olmaz. Çünki istənilən halda süni intellektin deməli, resurs mənbəyi internetdir. Və internetdə olan resursların da hamısı 100% Quran ayəsi kimi düz deyil. Səhv də ola bilər, köhnə də ola bilər, ziddiyyətli də ola bilər və s. Heç bir ölkə belə texnologiyaların hüquqi tənzimləməsinə hələlik hazır deyil. Ekspertlər hesab edir ki, belə sistemlərin işini nəzarətdə saxlamaq üçün əlavə alətlər, texnologiyalar tələb olunacaqdır. Mən vaxtınızı çoxalmıram, biz başa keçirəm o deməli, süni intellektlə tədqiqatda söhbət hissəsində, stenoqramaya. O sizin üçün daha maraqlı olacaqdır. Deməli, ChatGPT-yə sual verirəm. O məndən soruşur, siz hansı layihələr üzərində çalışırsınız? Sizi maraqlandıran mövzular hansılardır? Mən cavab verirəm. Hal-hazırda təhsilin rəqəmsal transformasiyası, ali təhsilin inkişaf problemləri, universitet 4.0 məsələləri ilə maraqlanıram.
ChatGPT. Bu mövzular müasir təhsilin inkişafı üçün çox vacibdir. Xüsusən Universitet 4.0 konsepsiyası ali təhsilin sənaye və innovasiyalarla daha sıx inteqrasiyası nəzərdə tutulur. Siz bu istiqamətdə hansı spesifik problemləri və həll yollarını daha çox araşdırırsınız? Məndən soruşuram. Cavab. Mən bu sahədə beynəlxalq təcrübə ilə maraqlanıram. Bu sahədə beynəlxalq təcrübəni izləmək, öyrənmək və uyğun modellər Azərbaycana gətirmək çox vacibdir. ChatGPT deyir. Universitet 4.0 konsepsiyası xüsusilə ali təhsilin rəqəmsallaşması və innovasiya əsaslı inkişafı baxımından çox əhəmiyyətlidir. Universitet 4.0 rəqəmsal transformasiya və təhsil sistemində yeni yanaşmaların tətbiqini təsvir edən bir termindir. Bu ənənəvi universitet modellərinin gələcəkdə daha rəqəmsal və texnoloji yönümlü olması, tələbə təcrübələrinin və dərslərinin daha interaktiv və fərdiləşdirilmiş olmasını vurğulayır. Burada onlayn təhsil, süni intellekt, böyük məlumat və digər müasir texnologiyalardan istifadə edilməsi əsas rol oynayır. ChatGPT soruşur. Hansı ölkələrin təcrübəsi sizin üçün daha maraqlıdır? Avropa, Asiya, yoxsa ABŞ modellərindən hansına daha çox üstünlük verirsiniz? Cavab. Hər bir təcrübə maraqlıdır. Biz nə vaxtsa bu modeli qursaq, hər bir təcrübədən nələrsə götürməli olacaq. ChatGPT. Tamamilə doğrudur. Universitet 4.0 modelini qurmaq üçün fərqli ölkələrin uğurlu təcrübələrini öyrənmək və onların ən uğurlu elementlərini birləşdirmək lazımdır. Məsələn, ABŞ, Stanford və MIT kimi universitetlərdə innovasiya ekosisteminin qurulması, startaplara inteqrasiya, Almaniyada dual təhsil sistemi və sənaye ilə sıx əlaqə modeli, Finlandiyada açıq və çevik təhsil metodları, tələbə mərkəzli yanaşma, Çin və Singapurda süni intellekt və rəqəmsal transformasiyanın ali təhsil inteqrasiyası və s. ChatGPT, sizcə Azərbaycanda ilk növbədə hansı istiqamət diqqət yetirilməlidir? Rəqəmsal platformaların qurulması, universitet sənaye əməkdaşlığı, yoxsa tələbə kompetensiyaların inkişafı? Cavab. Düzü biz qlobal təcrübədən çox geridəyik, xüsusən də rəqəmsallaşma və distant təhsildə geridəyik. Bu problemin həlli ilə paralel universitet sənaye əməkdaşlığı da lazımdır. Bizdə sənaye zəif inkişaf edib, universitetlərlə əlaqələr zəifdir. ChatGPT. Tamamilə razıyam. Sizdə həm rəqəmsallaşma, həm distant təhsil, həm də universitet sənaye əməkdaşlığı eyni anda inkişaf etməlidir. Bu məsələlər bir-birinə bağlıdır. Bu problemlərin mümkün həll yolları bunlardır. Rəqəmsallaşma və distant təhsil, burada geniş məlumat verir, mən onu burada silmişəm, vaxt azlığına görə. Universitet sənaye əməkdaşlığı bu haqda da yenə resept verib, sənayenin inkişafı. Sizcə bu adımlardan başlamaq realdırmı? Dövlət siyasətindənmi, yoxsa universitetlərdənmi başlamaq lazımdır? Bunu ChatGPT soruşur. Cavab. İstənilən halda əvvəl təhsil siyasəti olmalıdır. Təhsil mürəkkəb və dinamik sahədir. Əvvəl strategiyalar, sonra fəaliyyət olmalıdır. ChatGPT tamamilə doğrudur. Təhsil siyasəti olmadan lokal həllər effektiv olmayacaq. Üstəlik, strategiyasız atılan addımlar resurs itkisinə və qeyri-sistemli yanaşmaya gətirib çıxarır. ChatGPT. Təhsilin rəqəmsal transformasiyası üçün strategiya mərhələləri. Strateji yol xəritəsi, rəqəmsal infrastrukturun qurulması, distant təhsilin gücləndirilməsi, universitet sənaye əlaqələrinin qurulması. Bunların da hər biri üzrə alt başlıqlar var, işte verib əlavə hansı addımlardır. Bu mərhələlərdən birini prioritet seçmək lazım gəlsəydi sizcə, ilk növbədə diqqəti nəyə ayırardınız? Sual verin. Cavab. Əvvəlcə strateji yol xəritəsi hazırlanmalıdır. Bəli, ChatGPT. Bəli, strateji yol xəritəsi olmadan digər addımlar pərakəndə və təsirsiz qala bilər. Strateji yol xəritəsi hazırlayarkən bir neçə əsas istiqamət nəzərə alınmalıdır. Sonra başlayır həmən o strateji yol xəritəsi üçün nələr nəzərə alınmalıdır? Görüş və missiya, hüquqi normativ çərçivə, rəqəmsal transformasiya ekosistemi, insan kapitalı, rəqəmsal bacarıqlar, universitet sənaye əməkdaşlığı, maliyyələşdirmə və resurslar. Sonra sual verir.
Bu çərçivəyə əsasən sizcə ilk növbədə hansı istiqamətdə daha çox diqqət ayırmaq lazımdır? Hüquqi çərçivə, rəqəmsal ekosistem yoxsa universitet sənaye əməkdaşlığı? İnsan. Hüquqi çərçivə əsas görüş və missiya olmalıdır. ChatGPT tamamilə razıyam. Görüş və missiya təyin olunmadan qalan bütün addımlar təsadüfi və sistemsiz ola bilər. ChatGPT, universitetlərin rəqəmsal transformasiya üzrə görüş və missiyası. Sonra başlayır, onları izah edir, görüş, missiya, hədəflər və s. Və sonra sual verir. Bu vizyonla daha konkret addımlar atmaq üçün ilk növbədə hansı istiqamətə diqqət verilməlidir? Hüquqi normativ çərçivənin qurulması, rəqəmsal ekosistemin inkişafı, yoxsa universitet sənaye əlaqələrinin gücləndirilməsi? İnsan. Məncə üçüncü, təhsil siyasətinin rəqəmsal dövrə uyğunlaşması. ChatGPT. Bəli, tamamilə haqlısınız. Təhsil siyasəti düzgün müəyyən olunmadan digər addımlar ya gecikər, ya effektiv olmaz. Təxminən buna qədər izah elədim. Yəni, özlüyündə istiqamı böyükdür, vaxtınızı çox almaq üçün burada yekunlaşdırıram. Suallarınız varsa, buyurun. Mən sual yox, amma bir şey demək istəyirdim. ChatGPT əslində istifadə olunduqda çox gözəl bir alətdir. Amma burada ən böyük problemlərdən biri odur ki, verdiyi datalar həmişə köhnə olur. Və məsələn, bəzən o an sualında cavab vermək üçün real olmayan cavablar verir. Hansı ki, bu reallığı əks etdirmir və bizi yanlış yönləndirə bilər. Ümumiyyətlə, istifadə edəndə mütləq buradan aldığımız məlumatları yoxlamalıyıq biz özümüzdə. Və məsələn, onun verdiyi datalara inanmamalıyıq. Bir də məlumatlarınızı həmişə qoruyun. Çünki burada məlumat güvənliyi deyə bir problem var. Bununla paylaşdığınız məlumatlar birbaşa olaraq Amerikada yayımlanır və hər hansı bir şey deyil, mənimlə bağlı zarafat edin və başlayacaq sizin bütün məlumatlarınızı toplayıb sizə artıq zarafat deyəcək. Hansı ki, özünüz belə şoka düşəcəksiniz ki, bu qədər məlumatını hardan bilir. Biz hər xırda araşdırmamızda özümüzlə bağlı xırda bir məlumat veririk və biz unuduruq bu məlumatları. ChatGPT isə bunun heç birini unutmur və birləşdirib bizə qarşı istifadə edir. Böyük verilənlər olur da, hər xırda şeyin hamısını toplayıb böyük verilənlər yaradır. ChatGPT-nin bazası təxminən 20-ci ilə qədər olan bazadır. Çünki bu pulsuz istifadədir. İndi elə süni intellektlər var ki, elmlər doktor, professor səviyyəsində elmi məqalələr yazır. Aylıq abunəsi $20.000. İndi biz heç nəyə, hər şeyi pulsuz öyrənmişik, elə bilirik ki, elə elm, təhsil, hər şey pulsuz olmalıdır. Amma bir dənə forum keçirdik bir oteldə, universitetin bir büdcəsinin nə qədər hissəsini nazirliyi olaraq xərcləyir. Yəni, elə keyfiyyətli bir süni intellektlərlə işlətmək istəyəndə təbii ki, bahalı süni intellektlər. Amma istənilən halda süni intellektdən istifadə edəndə hökmən tənqidi təfəkkür olmalıdır. Bizdə o da yoxdur. Tənqidi təfəkkür istənilən informasiya, sən bir ayıq gözlə baxmalısan ki, bu nə dərəcədə realdır. Həm məlumat köhnə ola bilər, həm internetdən götürübdür, bayaq dediyim kimi, internetdə olan məlumat da Quran ayəsi deyil. Yəni, ona 100% əmin olmalı. O sənə yol göstərir, amma sənin öz ağlın var. Dəyərli məlumat pullu olur. Bəli, hər şey. Xüsusən informasiya indiki zamanda. 2 dənə disk götürün, 2 dənə disk götürün. Biri boşdur, onun qiyməti $1 O birisinin içində elə məlumat var ki, o disketlərin qiyməti $1 milyard. Mən nədir qiyməti? Onun içində informasiyanın qiyməti var. Amma biz informasiyaya niyə qiymət vermirik? Ona görə ki, əhəmiyyət yoxdur. Ona görə informasiyanın daşıyıcısı alimə də qiymət vermirik. Elmə də qiymət verir. Çünki informasiyanı yenilik yaradan alimdir. Sən alimə dəyər verməlisən, maaş verməlisən, elmi tədqiqatına maliyyə ayırmalısan, grant verməlisən ki, alim normal inkişaf eləsin, bu xarici konferanslara getsin, həmşəriləri ilə görüşsün. Yoxsa maliyyə ayrılmadan inkişaf eləyə bilməz. Necə ki, futbol ayrılmadan maliyyə inkişaf eləyə bilməzdi. Elmə də, eyni də elmdə, eyni ilə də başqa intellektual sahələrdə. Sağ olun. Da çox sağ ol deyirəm hər kəsə. Mən bilmirəm doğrusu təşkilat kimdir. Təvəzzükarlıqdan kənar olsa da, təxminən bir 7-8 il bundan qabaq bu ədəbiyyatlarla maraqlananda bu
neyroiqtisadiyyat deyilən bir istiqamətdə ellə maraqlandım. Mən hətta bir-iki məqalə də yazdım. Sonradan doğrusu onun davamı gəlmədi. Orada o insan beyninin imkanları, milyardlarla neyronların xüsusilə iqtisadi elm üçün maraqlı olan o qərar vermək, həmişə seçimlə üzləşmək məsələsində. Hətta bunu bu elektron qurğularla da müqayisə eləyirdi ki, insanın o neyronlar məlumatları emal eləyir, doğru qərar bir deyil. Minlərlə doğru qərar var. O qərarın qəbul olunmasında iştirak edən hər amillərin fərqliliyindən asılı olaraq doğru qərarın özü bir deyil, 5 deyil, 15 deyil, çoxlu sayda. Və insan beynində yaddaş qurğusu deyilən bir qurğu var. O məlumat düşür ora, bir qapanma gedir, o qapanma anında sən doğru hesab elədiyin qərarı qəbul eləyirsən. Bax, bu sonradan çiplər deyilən bir şeydən istifadə edilər. İnsan orqanizmində çipləri yerləşdirdilər. Bu doğru qərarı seçim eləməkdən ötürü ki, hansı qərar ən doğrusu, ən hansıdır. Və bu süni intellekt platformaları kifayət dərəcədə çoxlu saydadır. Yəni bir konkret, yəni o platformanı yaradanların maraqlarına uyğun olaraq platformalarda da kifayət dərəcədə fərqlilik var. İnformasiya mənbəyinə baxımından da siz dediyiniz kimi. Bu platformalar içərisində bizim doğru qərar verə biləcəyimizə daha perspektiv, daha uyğunluğu baxımından hansını səciyyələndirmək mümkündür ki, bax, bunların hamısı ona yönəlib ki, insan zəkası inkişaf eləsin, insan beyni inkişaf eləsin və bütövlükdə cəmiyyət inkişaf eləsin. Cəmiyyətin marağı da doğru qərar qəbul olunmasından birbaşa asılıdır. Bu haqqında sizin fikrinizi təşəkkür edirəm. ChatGPT deməli bu daha çox populyardır. Bu kütləvi istehsalında deyirlər narodun avtomobili, nə bilim belə. Bu ChatGPT kütləvi istehsal üçündür, istifadə üçündür. Amma ciddi elmi tədqiqatlarda, spesifik sahələrdə istifadə etmək üçün hər sahənin özünə aid süni intellektlər var. İqtisadiyyatda var, məsələn deyək ki, video çəkilişi, videonun redaktası, fotonun, səsin redaktası, sonra reaktorlarda müəyyən termoyadro reaktorunda müəyyən proseslərin, reaksiyaların sintezini idarə etmək üçün süni intellekt var. Yəni hər sahəyə aid alimlər görəndə ki, deyək ki, indi populyar süni intellekt proqramları olan tələbinə uyğun cavab vermir. Onlar sifariş edirlər, dövlət sifarişi olaraq. Rusiyada o rəqəmsal transformasiya və internetin inkişafı, süni intellekt inkişafı proqramları var. Bütün ölkələrdə var. İsraildə var, Kanadada var, Türkiyədə var. Və o proqramlarda məhz belə süni intellekt proqramlarının, spesifik proqramların yaranmasıdır. Və onlar artıq ChatGPT kimi açıq deyil. Onların yaranmasına böyük məbləğdə pul xərclənir və həmən sahə üçün eynilə də qərar qəbul etmə. O qərar qəbul etmə də müxtəlif sahələrdə müxtəlif cür olacaqdır. Yəni insan onsuz da daim həyatı boyu qərar qəbul edir. Elmdə də, idarə etmədə də, məişətdə də, dünyada da. O qərar qəbul etmə hansı informasiyalar əsaslanır, hansı meyarlarla müqayisə olunur. Siz deyən kimi orada doğru qərarlar çoxdur, amma ən doğru qərar bir dənədir. Elə idarə etmənin də üstünlüyü oradadır ki, ən doğru, ən optimal qərar qəbul etmək lazımdır. Amma əsas odur ki, ziyanlı qərar olmasın. Məsələn, bizim təhsil islahatlarında həmişə ən ziyanlı qərar qəbul olunur. Ona görə belə sürətlə çökdü. Amma biz ən üstün qərarları, ən doğru qərarları seçməliyik. Ən doğru qərarları seçmək üçün də deməli, gördük ki, bu ChatGPT bizim bugün təhsildə olan problemlər var, xeyli ideyalar verdi. Və burada da gizli bir şey yoxdur. Bir şey də yadıma düşdü, onu da deyim. 2005-ci ildə UNEC-in Amerikanın hansısa Philadelphia Universiteti deyəsəm, əlaqələri vardı, distant təhsillə əlaqəli bir tərcümə mübadiləsi vardı, gəlib gelirdilər. Mən də onda Təhsil Nazirliyində bir layihədə distant təhsil üzrə ekspert idim həm də. Məni də dəvət elədilər. Müzakirə getdi, mən də çıxış elədim. Mən dedim ki, bizim ölkəmizdə distant təhsil təəssüf ki, yoxdur, indi iş addımlar atmaq istəyirik. Sonra bu tədbirdən sonra Nazirliyin məmurları məndən incidi, siz niyə dediniz, bizdə yoxdur? Dedim ki, onlar bura gələndə özlənib gəlirlər. Mən yalandan desəm, bax belə, postan belə deyərlər ki, sən nətər alimsən, müəllimsən, yalan danışırsan. Onlar girirlər sayta. Nazirliyin saytında distant təhsilat heç nə yoxdur.
Universitetlərin saytında distant təhsilat heç nə yoxdur. Heç bir hüquqi normativ yoxdur. Sıfırdır. Bunlar bilirlər. Sonra da girirlər Rusiyanın, Qazaxıstan, görürlər hər şey var. İndi mən burada yalandan desəm, mənə deyəcək, aç bir dənə sayta baxaq da. İndi o mənada bu qərar qəbul olunma məsələləri sahələrdən asılıdır və bizim də burada bu ChatGPT ilə söhbətimizdə verdiyimiz suallar bu aşkar məsələlərdir. Əgər bir insanın ən xırda nüansı haqqında məlumatı yadda saxlayırsa, Azərbaycanda təhsil aid nə qədər qanunlar, qərarlar, məqalələr, çıxışlar və hamısını yadda saxlayıb, onlar bizdən qat-qat yaxşı bilir və mən bir daha əmin oldum ki, bu dialoqda Azərbaycanda heç bir ekspertin mənə deyə bilmədiyi sözləri, məsləhətləri, təklifləri ChatGPT mənə dedi. Amma elə sahələr var ki, orada dəki dövlət sirri var, kommersiya sirri var, maliyyə sirri var, hərbi sirri var. Onları ChatGPT kimi deməli platformada müzakirə aparmaq olmaz. O da deyə də bilməz. Çünki internetdə belə məlumatlar yoxdur. Cavab da verə bilməyəcək. Ondan da spesifik, xüsusi hər bir ölkənin özünün yəqin ki bir xüsusi təyinatlı belə bir platforması olmalı. Təşəkkür ederim. Sözü var. İlham müəllim, salam. Maraqlı təqdimat üçün təşəkkür edirəm. O məqalə məsələsi maraqlı məsələdir. Bu universitetlərdə də aktualdır da və süni zəka proqramlarının gözəl assistentlik qabiliyyətləri var. Mən maraqlandım, yəqin ki, siz bilərsiniz. Bu jurnalların siyasəti necədir? O istifadəni qadağan edirmi, və yaxud da məmməhdudiyətlər qoyurmu, ya tələb edir ki, gizlətkindən nə istəyirsən, o nətər tənzimlənir? Ümumiyyətlə, məqalənin unikallığı belədir. İstənilən məqalə, hansı mənbə olsun, internet olsun, süni intellekt olsun, mənbəni açıq göstərmək lazımdır. Hansı mənbəni, hardan? Yəni, məqalədə müəllifin unikal fikrinin müəyyən bir faiz dərəcəsi olmalıdır. Və əvvəllər, deyək ki, 5 il əvvəl süni intellektdən istifadə olunan materialları o vaxtki antiplagiat proqramları müəyyən edə bilmir. İndi müəyyən edirlər. Yəni, onun da öz stili var da. Yəni, biz onu elə adi mətin kimi götürürük, amma onlar o nüansları bilirlər. Bəlkə də elə xüsusən elə o nüanslarla o mətinləri verirlər ki, gələcəkdə özləri yoxlayanda onu tapa bilsinlər. O mənada o mənbə göstərilirsə, deyək ki, 20%, 30%, 40% başqa mənbələr ola bilər, istinadlar verilməklə. Amma qalan isə müəllifin öz fikri olmalıdır, onlar da onu müəyyən edir. Məsələn, mən yazma gəlir, antiplagiat proqramı 2010-11-ci illərdə Rusiyada çıxanda bu vaxtlar müəyyən adamlar götürdülər, internetdə də dissertasiyaların çox açıq dostluqda var da, pulu ilə də almaq olur, ya pulsuz olur. O vaxt ki, baş nazirin və prezidentin dissertasiyasını götürüb antiplagiatdan yoxladılar. Məlum oldu ki, 90% köçürmədi. İnternetdə bir belə müzakirələr də oldu. Düzdür, ləğv olunmadı, qaldı qüvvəsində. Amma hər halda o vaxtda onlar da 90-cı illərdə yazdırırlar, nə eləyiblərsə də. O heç kəsin ağlına gəlməz ki, gələcəkdə belə bir antiplagiat proqramı olacaq və eyiblər üzə çıxacaq. Amma çıxdı. İndi də, yəni insanlar əgər bir ChatGPT nəyisə müəyyən edə bilmirsə, ona ümid olmaq olmaz. 3 ildən 5 ildən sonra bir şey olacaq. Almaniyada oldu hansısa nazirin doktorluq dissertasiyası köçürmə oldu, istefa verdi. 6-7 il bunlardan belə bir hadisi olmuşdu. Yəni, ən böyük güclük düzlükdür. İstifadə edirsiniz, mənbəni verin, ya da onu hansısa formada yenidən öz sözlərinizlə elə formada şey. Yəni, düzdür, ideya artıq sizin olmayacaqdır. Amma hansısa formada elə eləmək olar ki, gözəl çarpmasın. Əsas o ki, məqalənin özünün ideyası. Ümumiyyətlə, mən bu antiplagiatda belə faiz qoyulmasının çox da tərəfdarı deyiləm. 200 səhifəlik kitabda əgər müəllifin 50 səhifə öz fikri varsa, bu böyük şeydir. İdeya, əsas ideya. Sən, məsələn, deyək ki, riyaziyyatda kimsə teorem ispat edib, düzdürmü? Onun istinad elədiyi teoremlər hamısı elmə məlumdur. Amma o elmlər, o teoremlərin ardıcıllığını, alqaritmi elə düzüb ki, nəticədə yeni bir məlumat meydana gəlibdir. Ona görə ki, sən 10% olsun, 20% olsun, 15% olsun, bunlar elmin inkişafını ləngidən şeylərdir. Belə. Oldu, sağ olun diqqətinizə görə. Minnətdarım.